Bakıda Beynəlxalq Cüdo Federasiyasının hakimlər və məşqçilər üçün təşkil etdiyi beynəlxalq seminar keçirildi. Yanvarın 6-sında start götürən seminarda 99 ölkədən 370 nümayəndə heyəti iştirak edib. 2 gün davam edən beynəlxalq seminar Heydər Əliyev adına İdman Sarayında keçirilib. Seminardan öncə Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer arasında görüş keçirildi. Rövnəq Abdullayev və Marius Vizer görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Daha sonra seminarın açılışı olub. Açılışda çıxış edən Rövnəq Abdullayev cüdo kimi populyar növ üzrə belə böyük bir tədbirin Bakıda keçirilməsindən şərəf duyduklarını bildirib. O, belə tədbirin keçirilməsini Azərbaycana həvalə etdiyi üçün Beynəlxalq Cüdo Federasiyasının rəhbərliyinə minnətdarlığını bildirib. Tədbirin açılış mərasimində Rövnəq Abdullayev bildirdi ki, cüdo dünyada ən inkişaf etmiş idman növlərindən biridir. Son illər bütün dünyada cüdoya olan maraq artıb. Əlbəttə ki, belə bir idman növünün hakimlik və yarış qaydalarında dəyişikliklərin edilməsi, yeni qərarların verilməsi bütün dünya cüdo ictimaiyyətinin diqqət mərkəzindədir. 99 ölkədən 370 nümayəndənin, cüdo mütəxəssislərinin 2 gün ərzində keçiriləcək seminardakı qərarlar cüdonun gələcək inkişafı baxımından vacibdir. Nəzəri və praktik hissələrdə keçiriləcək seminar bizim Azərbaycanlı mütəxəssislər, hakimlər və məşqçilərimiz üçün önəmlidir. Azərbaycan Cüdo Federasiyasının fəaliyyət proqramında dünya cüdo ailəsində önəmli yer tutmaq niyyətindədir. Bu gün cüdo Azərbaycanda çox sevilir və idmançılarımızın qazandığı uğurlar idmanın bu növünə olan sevgini daha da artırır. Sevindirici haldır ki, bu gün 3 çəki dərəcəsində cüdoçumuz dünya reyting cədvəlində başçılıq edir. Belə möhtəşəm və mühüm tədbiri Azərbaycanda keçirdiyiniz üçün Beynəlxalq Cüdo Federasiyasına şəxsən cənab Vizerə təşəkkür edirəm. Seminar iştirakçılarına 2 günlük müzakirələrdə uğurlar arzulayıram. Sonra Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış edərək seminarın əhəmiyyətindən danışıb. O, qaydalardakı dəyişikliklərə toxunub. Marius Vizer Azərbaycan Cüdo Federasiyasının səmərəli fəaliyyətindən danışaraq 2018-ci ildə Bakıda keçiriləcək dünya çempionatının da yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib. Tədbirdə iştirak edən cüdo mütəxəssisləri seminar və seminarın təşkili barəsində öz təəssüratlarını bölüşüblər. Qürur hissi keçirdirəm çünki Azərbaycanda bizim vətənimizin paytaxtında çox yüksək səviyyədə seminar keçirilir və artıq heç bir seminarda bu qədər nümayəndə olmuyor. Müxtəlif beynəlxalq federasiyanın, müxtəlif federasiyaların nümayəndələri bu dərəcədə çoxluqda olmuyor. Yəni yüksək səviyyədə keçir. Azerbaycan Federasyonu'na burada bizleri misafirperverliğinden dolayı tekrar teşekkür ediyorum. Böyle büyük bir seminerde de bulunmak bizim için onur verici. Çünkü bu seminer dünyanın en iyi seminerlerinden birisi. Çünkü bütün dünyadaki antrenör ve en iyi olanlar burada bu seminere katılıyor ve dünya judosuna, Azerbaycan judosuna yön veriyor. Buradaki bütün alınan kararlar 4 yıl boyunca uygulanıyor ve bu uygulamalar sonucunda da olimpiyatlar neticesinde alınan dereceler ve diğer bütün kurallar buraya bağlı. Первым долгом я хотел бы поздравить Азербайджан, Федерация дзюдо Азербайджана, что смогли организовать и весь мир привезли сюда в Баку. Это очень важно, по-моему, для страны, для развития дзюдо в Азербайджане. И организовано, как я вижу, на очень хорошем уровне. Начиная встречи с аэропорта, в гостинице и здесь в спортзале, где идут семинар, все составлено отлично, грамотно, и процесс идет очень хорошо. Этот тренерский семинар в прошлом году проходил в Японии, то есть народу было там намного меньше. Сейчас в Баку приехало очень много народу, но это, конечно, связано с тем, что меняются правила. И здесь очень организовано очень на высоком уровне, то есть организация очень удобная, то есть гостиница рядом. Зал очень хороший. Азербайджанское дзюдо отличается своим стилем. И, то есть ребята из Азербайджана, бросковая красивая техника, очень физически сильные. И, то есть, и это тоже показывает на Олимпийских играх, то есть два серебра, две медали. Для дзюдо это очень высокий показатель. Семинар на высоком уровне.
300, больше 300 людей, 350 человека здесь, я думаю, участников, и плюс организаторы, плюс все остальные, вокруг, может быть, 400 человек, сделать такую организацию, чтобы все проходило нормально, это очень, очень тяжелая работа. И я думаю, Федерация дзюдо Азербайджана очень хорошую работу сделала, великолепно приготовила семинар, и могу благодарить, что это проходит без проблем. И в зале вчера на практике, и здесь в зале на теории. Просто можно сказать только, что все проходит очень хорошо. Heydər Əliyev adına İdman Sarayında keçirilən seminarda Beynəlxalq Cüdo Federasiyasının bütün komitə rəhbərləri, qita federasiyalarının rəsmiləri, Fransa, Monqolistan, Türkiyə və bir çox ölkələrin federasiya prezidentləri iştirak edib. Seminar nəzəri hissəsindən sonra praktik olaraq davam etdirilib. ...99 ölkədən 370 nümayəndə heyətinin iştirak etdiyi tədbirdə cüdonun yeni qayda və qanunlarının tətbiqi əyani şəkildə göstərilib, geniş müzakirə edilib, fikir mübadilələri aparılıb. Tədbir iştirakçıları seminarda qəbul olmuş yeni qaydalarla bağlı fikirlərini bildiriblər. Ну, есть положительные моменты, конечно, но, конечно, есть и отрицательные. Сейчас стали давать тоже вот Хансо Камаке, то есть не сразу, то есть после второго раза это тоже дает такую возможность, что есть такие случайные случаи. И также вот эти захваты, то есть неправильные захваты, раньше сразу наказываются, то есть дают возможность именно нестандартная борьба какая-то, то есть ребят проявить не только в классической захватом броски демонстрировать, а также и в nestandартной борьбе. Alınan bütün kararlar çok etkileyici. Yapılan organizasyon çok güzel. Azerbaycan ve Türk halkı zaten çok büyük organizasyonlara ev sahipliği yapıyor ve bunda da çok başarılılar. Şimdi Azerbaycan'da gerçekten judo adına çok güzel bir organizasyon şu anda sergiliyor ve başarılı bir şekilde devam ediyor. İnşallah bu organizasyonlar Azerbaycan judosuna ve Türk judosuna da çok büyük katkılar sağlayacak. Buradan alınacak güzel kararlar da 2020 Tokyo Olimpiyatlarında madalya olarak ülkemize ve Azerbaycan'a da dönecektir.